birbaşa Tokyoya bağlı olduğumuza görə məlumatlar birinci əldən bizə gəlir. Bəzi videoqraf olur ki, influencerla işləmək istəmir, influencer olur, videoqrafla işləmək Bu tamamilə istəmir. Bazardakı qiymətlər çox həddindən artıq yüksəkdir. Bu qiymətlə işlədiyin zaman nəticədə olan keyfiyyət qane eləmir bəzən. Bəzən də gələn feedback qane eləmir. Bəzi blogerlər var ki, onlarda daha çox tədbirlərdə iştirak eləmək uğurlanır. Mən deyirəm, çünki Fatimə mənə ad göndərir ki, bu videonu. Abbas bunu da reklama qoyaq. Bunun baxışı çox azdır. Mən də Fatimə deyirəm ki, bunun baxışı niyə azdır ki? Onu belə qalır. Influencer o boyda. Qaqaşım bir yazdı ki, 5 dəqiqə oradayım. Həqiqətən üstə 5 dəqiqə gəldi, moto ilə gəldi, köynəyi götürdü. Saatımız 10-10 göstərir və saatımız 10-10 göstərirsə bizim layihənin yeni buraxılışının onlayn olma vaxtıdır demək olar. Bugünkü buraxılışımızda əsasən danışacağıq biz marketinq həllərindən, influencer marketinqdən, event marketinqdən və bunlardan danışırıqsa əlbəttə ki bizim qonağımız kim olmalıdır? Fatimə. Biz də PR meneceri olaraq çalışırıq. Biz artıq 5-6 il olaraq bir yerdə çalışırıq, bir yerdə öyrənirik. Həm Fatimə bizdən öyrənir, həm biz Fatimədən öyrənirik. Çünki belə deyərdim, hər komandaya bir Z nəslindən bir PR meneceri lazımdır belə deyərdim. Məncə də. Xoş gəlmisən Fatimə. Çox sağ ol Abbas. Salam hər kəsə. Çox şadam ki, layihənin bir qonağıyam. Biz də çox şadıq səni burada görməyə. Aramıza xoş gəldin bir daha. Çox sağ ol. Alqışlar. Belə deyərdim. Birinci bir balaca belə keçid verək ki, marketinq elə bir hərdir ki, hər biznesin belə deyərdim, döyünən ürək də demək olar buna. Beyin komandası demək olar ki, hansı ki bu olmağı vacibdir. İstər daxili komandada olsun, istər outsource olaraq, amma marketinq həlləri bir şirkətin təməl strukturlarından biridir və olmalıdır məncə. Ona görə də belə deyərdim. Biz niyə marketinqdən danışmağı seçdik? Yəni bunu da deyim, sonra başlayacağım Fatimənin sualına təşkil etməyə. Hazırlaşıb gəlmişəm. Hazır olub gəlirəm mən. Məsələ odur ki, biz əgər birinci buraxılışımıza baxmısansa, əgər baxmamısansa da qayıt məncə bax. Bizim proyektin məqsədi belə deyərdim, tək saatlar olmayacaq. Saat ətrafında ümumi olan bütün mövzular olacaq. Saatla bağlılığı olan mövzular da olacaq. Orada danışmışdıq ki, bizim bu layihədə məqsədimiz yalnız da saatlardan danışmaq deyil. O marka, bu marka, ancaq markalardan danışmaq istəmirik. Ona görə də bugünkü mövzumuzu seçdik. Marketinq haqqında danışacağıq. Çünki biz demişdik ki, saatlar və onların ətrafında olan, saatlarla əlaqəli olan hər şey. Və bayaq dediyim kimi də marketinq hər bir biznesin beyin komandasıdır. Ona görə də bugünkü mövzumuz marketinq həlləridir. Birinci sualımı istəyirəm verim sənə Fatimə. Buyur. Markalarda planlama necə olur? Hər markada eyni mi olur, yoxsa fərqli mi olur? Ümumiyyətlə markaların belə deyərdim, Azərbaycan bazarı üçün marketinq planı ayrı olur, yoxsa qlobal olan proqram ayrı olur. Ümumiyyətlə belə deyərdim, markaların marketinq planları. Bu haqda bizə bir dənə açılış versən. Tamam. Belə deyim, hər bir markanın öz fəlsəfəsi var. Öz bir ideyası var və buna görə də hər bir markada PR fərqli olur. Bir növ biz buna segment fərqi də deyə bilərik. Çünki Cassio'nun elədiyimiz PR-la Frederic Constant variantin PR-ı fərqlənir. Bir PR-da plan önəmlidir. Buna görə də bir çox xarici brend marketinq plan yaradır və planın üzərindən gedir. Çünki plan olmayanda büdcə fərqli yerlərə xərclənir, çox yararsız olur həmin marketinqin büdcəsi. Həmçinin sonda oturub baxdıqda mən nə eləmişəm, biz nə eləmişik, iş nədir, heç nə olmur burada. Plansız olduğu üçün. Sözsüz bir dənə haşiyə çıxım bir dənə şey deyim. Məsələn, Fatimənin də, mənim də ümumiyyətlə bu belə deyərdim, marketinq komandasındakı hər bir şəxsin əsas işi, təməl işi bu olmalı ki, minimal büdcə ilə maksimal effekt vermək. Bu effekt hardan bilinir? Əlbəttə ki, satışdan bilinir. Yəni də burada tək satış deyil, mesaj sayıları olsun, baxış sayıları olsun və s. Yəni əsas məqsəd belə deyildi, total gələn feedbacklar. Gələn feedbacklar. Əsas məqsəd odur ki, minimal büdcə ilə maksimum effekt yaradacaq bir şey eləmək. Həm də plan nəyə görə lazım olur? Biz hər zaman xatırlayırsansa hər zaman oturub bunu müzakirə edirik komanda ilə ki, nələr eləmişik, nələr eləyə bilərik, hansı səhvlərimiz olur və yaxud da nə yeni eləmişik, onu necə təkmilləşdirə bilərik. Ona görə də plan önəmlidir. Buna görə də hər birinin özünün marketinq planı olur və bu plan çox fərqli olur. Dediyimiz segmentə görə fərqli olur. Məsələn, Cassio'da ildə 2 dəfə 6 aylıq bir marketinq planı yazırıq və bunun üzərindən gedirik. Marka ilə bir yerdə bunu qururuq.
burada tədbirlər və influencerların videoları aiddir. Amma məsələn Orientdə daha fərqlidir. Necədir Orientdə? Biz tədbirlər təşkil edirik. Daha çox influencerlara yönəlmirik. Orient'in marketinq planında biz bu il Orient'ların 75 illiyidir. Yapon səfirliyinin bizi qonaq elədiyi Yapon imperatorunun doğum günündə biz Orient'ların 75 illiyini qeyd etdik. Sonra dilərlərimizlə qapalı görüş keçirdik, müzakirələr elədik. Keçən ildə Orient'in 75 illiyidir. Orient biraz özünü ağırdan satır. Bəli. Xatansı Park Bulvarda bir tədbir eləmişdi. Çox maraqlı olmuşdu. Keçən il Orient'in 75-inə nümayəndəsi gəlmişdi, görüş keçirmişdik. Məsələn Frederic Constant'la Casio-nun idman anlayışı bir deyil. Casio-da bu ağırlıq qaldırmadısa, strongmandısa, Frederic Constant'da golf, atçılıq, yaxda tədbirləri, Orientdə kokteyl partilərdir məsələn. Bu da biraz bizi qısıtlayır da hardasa. Necə məsəl üçün biz necə deyirəm, Casio-ya və ya Orientə elədiyimiz tədbirlər qədər Frederic Constant'a eləyə bilmirik. Əlbəttə. Bunun da səbəblərindən biri məsəl üçün Azərbaycanda məsələn də golf mədəniyyəti tam oturuşmayıb da yerinə. Oturuşsa belə bununla məşğul olan bir influencer yoxdur. Əgər varsa çox belə şad olaraq onunla tanış olmağına və onunla ola bilər ki, bir yerdə işləyək də, hər hansı bir layihədə. Var influencerlar. Onlar lifestyle blogerlərdir. İldə 2 dəfə golfa gedirlər. Təbii ki, bu yox. Təbii ki, bunu demirik də. Yəni professional olaraq golfla məşğul olan bir insanlardan gedir söhbət ki, məsələn, onunla nəsə fikirləşə bilərik. Əlbəttə, niyə də olmaz. Əgər ətrafınızda varsa belə və ya sən elə həmin insansansa bizə yaz, ətrafında varsa həmin adamı şərhləri bir yerə taq edə bilərik. Bundan başqa, onda belə ümumi bir bizə məlumat verdiyin üçün çox sağ ol. İndi biraz yavaş-yavaş belə deyək də, pillə-pillə həm səni də belə suallarla yormaq istəmirəm, həm izləyənləri də suallarla yormaq istəmirəm ki, ancaq sual cavab olmasın, milyonların şousu olmasın deyə biraz pillə-pillə irəliləmək istəyirik. Bəs markaların içində, nə belə deyim, işlədiyi markaların içində səni ən çox yoranı hansıdır? Yoran deməyək. Buna nədən deyə bilərik? Daha çox PR-a yönələn marka bu Casio-dur. Belə baxsaq, söz Casio-dur. Nəyə görə? Casio-nun kolleksiyaları çoxdur. G-Shockdur, Edifice'dir, G-Shock Woman'dır, Casio General Line-dır. Həm buna görə, həm də ki, Casio-nun bir qlobal anlayışı var ki, o mesaj ötürür ki, biz gənclərə dəstək oluruq. Ona görə də təklifləri gözləyirik. Sizdə əgər maraqlı təklifləriniz varsa, buyura bilərsiniz, bizə bunu göndərə bilərsiniz. Biz təklifləri açıq, çox xoş olarıq bundan. Biz onları da bu hesaba qatsaq, böyük işləri görürük. Ona görə də Casio daha çox yer alır marketinqi, nəinki digər brendlər. Onda mən belə başa düşdüm ki, əslində çox da belə sualın cavabı bizə belə deyərdim də təəccübləndirmədi. Nəyə görə? Məsəl üçün, çünki o biri markalara nisbətdə Casio daha tez-tez kolleksiya çıxardır, daha tez-tez yeniliklər edir və ümumiyyətlə Casio, yəni saat belə deyərdim, dünyasında Casio həmişə belə şey olur, o belə deyərdik, evin bir dənə uşağı olur, hansı ki bir yerdə dayanmır da, başa düşdün. Baxırsan ki, orada nəsə düzəldib, baxırsan ki, orada nəsə eləyir da daimi qaynayan uşaq olur. Yəni elə bir Casio saat dünyasının həmin uşağıdır da, belə deyərdim. Daimi yeni nəsə eləyir də, yəni hər demək olar ki 2 aydan bir, 3 aydan bir yeni kolleksiya buraxırlar və ya yeni modellər buraxırlar və ya olan kolleksiyada yeni kollaborasiyalar eləyirlər. Daimi həm özləri xoşlayırlar, həm də günümüzün tələbi budur da. Məsələn, əvvəllər biz daha başqa reklamlar eləyirdik də. Oradan billboardlar eləyirdik, bannerlər eləyirdik, radio, web saytlara, hətta radiolarda olur da. Təkliflər gəlir hələ dinləmirsən. Təkliflər gəlir, amma çox üzr istəyirik onlardan. Hal-hazırda günümüz o yerə gedir ki, daha çox belə deyərdim, influencer marketing, event marketing və Instagramdan sosial media reklamları daha effektiv olur. Çünki dediyimiz kimi də biz əlimizdə müəyyən bir büdcə olur, o büdcəni idarə etməyə çalışırıq. O büdcəni hara yönəldəndə oradan daha çox feedback alırıqsa, əlbəttə ki, yəni heç kim inciməsin bizdən, ona görə məcbur. Məndən də inciməyin, Fatimədən də inciməyin, biz məcbur yönləndiririk o istiqamətdə. Bəs Casio-da, məsələn, yeni kolleksiyaların, PR-ların hansı formada olur? Məsələn, yeni bir model çıxdı, onu hansı formada PR-ını aparırsınız? Və ya yeni model olsun, yeni kolleksiya olsun. Yəni yeniliyi də belə deyək.
biz işlədiyimiz bütün markalarla birbaşa əlaqədəyik baş ofisinə. Bu bir üstünlükdür. Niyə? Çünki artıq bir model onlar istehsal eləyirlərsə, biz bunu 6 ay və 1 il öncədən bilirik. Buna uyğun bir plan hazırlayırıq, bir özümüzə yol çəkirik və buna uyğun gedirik. Nə tələsirik, nə bir şey. Yəni hal-hazırda influencerlar bugünün trendini bilirsə, biz artıq 6 ay, 1 il sonranın trendini bilirik ki, bu bir üstünlük kimi olur bizim üçün. Rahat olur hər şey eləmək. Casio niyə çox təşkil eləyir PR-da? Çünki onun kolleksiyaları çoxdur. Bundan əvvəl də dediyimiz kimi. Həm də biz artıq hamısını eləmirik. Bestseller modellər var ki, onları PR eləyirik. Yəni digər kolleksiyaların kölgədə qalmağını istəmirik. Amma belə bir şey var ki, Casio'nun elə kolleksiyaları var ki, onlar heç verilmir Avropaya. Ancaq Asiya bazarı üçün. Məsələn, Baby-G daha çox orada satılır, sevilir. Bestsellerdə Okeanos var ki, hansı ki ancaq Yapon bazarı üçün nəzərdə tutulur. Bəli. Məncə sırf özləri İdxal eləmirlər onları. Və biz ona görə marketinq plan elədikdə elə planlı şəkildə onu bölürük ki, heç bir küsməsin bizdən, heç bir kolleksiya bizdən küsməsin. Yəni G-Shock Woman, Edifice və Casio General line olaraq bölürük və həmçinin eventlərdə bunu üzrə eləyirik. Məsələn, qış ayında sürətlə bağlı heç bir tədbirə qatılmırıq, çünki yağışda kim drift eləyər? Qış ayında biz drift show təşkil etsək, ölüm itim çox olar. Yəni, ona görə yayda biz qatılırıq. Elə bir tədbirlər. Bizdə tədbirlər də, əsasən tədbirlər belə deyək. Biz lore dildə desək də, bunda bir sezon bizdə elə bir şeylə yayda əsasən başlayırıq layihələr eləməyə, tədbirlər keçirməyə, videolar çəkməyə, yəni videolar dediyim, yəni influencerlarla olan videoları, təbii ki öz videolarımızı demirəm, öz videolarımızı 7-24 ilin 12 ayı edirik, postumuzdayıq. Dediyim sırf bu influencerların olandı. Bəs biraz onda yavaş-yavaş keçək insanlara daha maraqlı olan hissəyə, influencer marketinqə. Buradan biz sənə verəcəyim suallar bunlardır ki, necə gedir? Yaxşısan Fatimə? Yox. Çünki mən bildiyim qədərilə sənə ən çox üstünə gələn. Yox, əslində demədim, əylənirəm mən. Xoşuma gəlir. Sözsüz. Xoşuma gəlir. Belə deyim sənə, bizdə model çoxdur, sən özün dediyin kimi. Və resurs hər birindən bir vaxt ayırsa bizə resurs qalmır. Ona görə biz çalışırıq bestsellerlər reklam eləyək. Məsələn, biz influencer seçimi deməyim də, əməkdaşlıq eləyən zaman 4 kateqoriya var. Ona uyğun biz baxırıq ki, necə video eləyə bilərik. Bunun biri incəsənətdir, idman, musiqidir və fashiondur. Fashionda daha çox lifestyle blogerlər, günlük həyatını paylaşan blogerlər aid edirik, onlarla əməkdaşlıq eləyirik. İdmanda Eduard Məmmədov, Ramil PM bizim dostlarımız, bizim ambasadorlarımız, musiqidə Trino, Bloody, Əzbabayev kimi məşhur simalar. İncəsənətdə Çinaro var, Elvin var, onlar tatu artistlər. Rəşad var, Elvin var. Onlarla əməkdaşlıq edirik sıx və sən dediyin kimi hər sezona olur. Məsələn, biz keçən sezon idmana yönəlmişiksə, bu sezon musiqiyə yönəlməyə çalışırıq və burada artıq çaxnaşmalar baş verir, küsüllüklər baş verir. Niyə işləmədik? Amma küsməyin. Yaxşı? Biz sizi sevirik. Fatimə sizinlədir. Bəli. Bu belə deyəndə bu küsüllüklər, inciklər də nədən irəli gəlir? Adam məsələn xətrini istədiyi adamdan küsər inciyər, dostundan küsər inciyər. Biz məsələn də bu əlaqədə olduğumuz bu layihələr elədiyimiz influencerlərlə yəni bir səmimi bir dost münasibətimiz olur. Ona görə də əslində normaldır. Arada Fatimə də onlardan küsür məsələn. Mən də küsürəm. Niyə də olmasın? Mən də xətrimə deyilir. Arada belə də olur zət. Məsələn də hər hansısa bir X bir bizdən əməkdaşlıq edən bir bloger deyən influencer olsun. Ağladığım olub inanırsan. İnanıram çünki yadındadır. Oldu məsələn, gəlir ofisə, Fatimə necəsən, Abbas necəsən, Zadoyan belə oturuq çay içirik Zadoyan. Hətta bir yerdə birlikdə səyahət də edirik. Getdik Qarabağa dəstək olmaq üçün. Düzdür, mən gedə bilməmişdim. Mən niyə gedə bilməmişdim? Xatırlamıram. Sən getmişdin? Yox, mən gedə bilməmişdim. Hamı getdi. Mən bütün sərgilərdə olan mən bir dəfə futbola gedirdik. Onda da mən gedə bilmədim. Ayda. Bu da mənim bəxtsizliyim. Evet, Abbas demiş, çox dostluq. Biz bir ailəyik. Biz bir ailəyik. Dostluq münasibətini qoruyub saxlamaq çox önəmlidir. Çünki
həm hörmət, həm dostluq münasibətini biz ambasadorlarımızdan qorumağa çalışırıq. Məsələn, ofisə dəvət edirik, ofisə gəlirlər. "Ay Fatih, necəsən?" Sonra keçirlər, sırası komanda, bütün komanda yoldaşlarla görüşürlər, timlə görüşürlər. Bu da çox yaxşı bir şeydir əslində. Hamıyla səmimi olmaq. Bu əslində tək bizdə belə deyil də. İndi bu elə bil həm biz istiqanlı millətik, bu bizdə belədir. Bundan əlavə olaraq da bu elə bir növ Cassio'nun, G-Shock'un bizə yansıtdığı bir şeydir. G-Shock demişdən biraz da sırf G-Shock üzərindən danışarıq. Düzdür, bizdə məsələn həm Cassio'nun da haqqında eləyirik event marketinqlər, influencer marketing. G-Shock'da da eləyirik. Burada bir sualım olacaq sənə, indi onu da ünvanlayacağam sənə. Amma bundan qabaq bir dənə sənin bir arzu 4-5 cümlə bundan qabaq dediyin bir şeyi necə deyirəm, daha da belə vurğulamaq istəyirəm ki, orada bizə dedin ki, biz birbaşa markanın özündən işləyirik. Bu əslində bu sözün altında çox şey yatır. Bunlardan biri də məsələn nədir? Məsələn var elə distributor işi başqadır, retailer işi başqadır. Biz distributor olduğumuza görə və birbaşa Tokyoya bağlı olduğumuza görə məlumatlar birinci əldən bizə gəlir. Məsələn biz bağlı olsaydıq Middle East-ə, bu olacaqdı Tokyodan gələcəkdi Middle East-ə. Çerez olacaqdı, Fatimə demişəm. Amma məsələn bizdə necə olur? Bizdə bir yenilik olur. Həmin yeniliyi Tokyodan birbaşa bizə mail formasında gəlir ki, biz bunu eləyəcəyik. Bu ay bu trend olacaq, bu ay bu trend olacaq və biz dərhal bu trendə uyğun sırada Fatimə nətər eləyəcək. Fatimə tapır bir dənə falan yerdən qeyd elədiyim influencer var, ondan istəyəcəyik. Tapdıb işə həll eləyirik, başlayırıq layihədirsə layihə olur, video çəkilirsə video çəkiliş olur. Bir də bu sualı verəcəydim. Influencer marketingdə biz iki cür eləyirik də səhv eləmirəmsə. Bir dənə onu da biraz fərqləndirək. Var layihələrdə iştirak edənlər, var sırf video üzərindən. Bəzi blogerlər var ki, onlarda daha çox tədbirlərdə iştirak etməyə uğurlanır. Yəni tədbirlərə gəlir. Onların kütləsi maraqlıdır tədbirlərə. Bəzi influencerlar, blogerlər var ki, sənətkarlar var ki, onlar video ilə influence eləyə bilirlər insanları. Ona görə də biz hansı ki videolar çəkirik davamlı, onlar bizim ambasadorlarımızdır artıq. Amma influencerlar da var ki, biz onları ancaq tədbirlərə dəvət eləyirik, tədbirlərdə iştirak edirlər ki, onlarda uğurlu alınır bu. Sınamışıq çünki. Ona görə amma hər birini sevirik, hər biri bizim üçün eyni dərəcədədir. Hər birindən sıx dostluq münasibətini qoruyuruq. Belə deyək də, Fatimə baxır onları belə süzgəcdən keçirdir. Məsələn, indi beyninizdə sizin də canlanacaq da. Fikirləşin bir influencer profilinə girirsiniz. Profildə özü nəsə danışır və ya özü nəsə video çəkir. Belə deyək, content creatorluğa gedir də, biraz nəsə yaradıcılıqla məşğuldur. İkinci bir influencer hansıdır ki, məsələn, şəhərdə maraqlı yerlərin tanıtımı ilə məşğuldur. Məsələn, fərqli yerləri göstərir. Fərqli yeni nələrsə gələndə onları göstərir. Bəziləri də var ki, qarışıqdır. Bəziləri də var ki, çox qarışıqdır. Onda biz də qarışırıq. Hər birinə. Onlar məsələn Fatimə baxır, süzgəcdən keçirdir. Hansının məsələn, əgər tanıtımla məşğul olursa, adam belə deyək, ixtisası odursa, tanıtım və s.dirsə, onu layihələrimizdə, tədbirlərimizə dəvət edir. Ki onlar üçün bu çox maraqlı olur əslində. Əvvəllər özdə sənin yadındadırsa, yəqin ki yadındadır. Daha çətin olurdu bizə. Amma indi məsəl üçün biz neçə aydan bir görüşürük. Influencerlərlə görüş təşkil edirik. Əvvəllər necə idi? Biz təkcə otururduq, kolleksiyanı seçirdik, plan yazmağa çalışırdıq və çətin olurdu. Niyə də olmasın? Çünki bir şeyin üstündə qalırdıq. İndi nə edirik? İldə 1-2-3 dəfə həm ambasadorlarla, həm influencer, həm də bizim videoqraflarla görüş təşkil edirik. Çünki ən böyük problemlərdən biri də o dinlərsən. Bəzi videoqraf olur ki, influencerla işləmək istəmir, influencer olur, videoqrafla işləmək istəmir. Normaldır. Bəzən influencerlar var ki, onların öz videoqrafları olur ki, bizim üçün daha yaxşı olur bu. Amma öz videoqraflarımızın olmağı yaxşıdır. Çünki onlar artıq bilirlər ki, brend bizdən nə istəyir. Yəni təcrübələrə dayanaraq baxsaq, öz videoqraf ilə işləyən influencerlarla olan videolarda marka çox dəyişikliklər istəyir. Çünki biz gələn il hər bir proyekti videonu birinci təsdiqlətməliyik. Brendə göndərir və dəyişikliklər olur avtomatik orada. Öz videoqraflarımızın işlərində bu fərqli olur. Ona görə biz görüş təşkil edirik, onların fikrini öyrənirik, nə elədiyi, nə eləyə bilərik, ideyaları bir yerdə formalaşdırırıq deyə bizə daha asan olur. Ona görə də daimi çalışırıq ki, eyni videoqraflarla işləyək.
ki həm bizim işimiz rahat olsun, həm videoqrafındakı rahat olsun. Həmçinin videoqraflarında özlərinin tərzi var. Buradan atəşli salamlar. Salam. Uşaqlar. Həmçinin videoqrafların da öz tərzləri var. Məsələn, Əli neçə illərlə biz axır Əli ilə işləyirik. Daha çox klassik videolarda maraqlıdır, kreativ videolarda olur. Çingizin daha çox kreativ, beyni çox kreativ işləyir. Çünki sənin beynin necə deyim, yəni Çingizlə oturanda sadə görsən ucu ideya hazırdır. Burası arada bir çox resurs tələb edən ideyalar olur Çingizin. Əldə məsələn tədbir məsələsi çox rahat olur da. Çox əla. Məsələn, deyirik ki, Əli falan tarixdə bizim tədbir var. Bir dənə bizi gəlir oradan bizdən nə qədər lazımdır. Məsələn, oradan resurs çıxardır, video çıxardır. Gəlir, keçən səfər Yapon imperatorunun tədbirində gəldi. Dedim, Əli bu narahat olma. Hazırdır video, çox super oldu hətta. Ona görə videoqraflarımızın özünün tərzi var. Hətta belə deyək, qlobalda da məsələn bizim videoqrafların işinə baxanda biz məncə çox belə necə deyərdim də, çox şadam ki, məsələn mən bu tip videoqraflarla işləyirik. Çünki bu videoqrafların istər Çingiz olsun, istər Əli olsun, əl işlərinə məsələn də qlobal bazarda baxanda biz hansısa bir görüşlü olaraq göstərəndə hamısı belə əlləri üzündə belə baxırlar ki, halaldır da, yəni super. Nümunə də verə bilərik. Hətta soruşurlar ki, bu SharePoint-dan olan Markan göndərdiyi videoda yoxsa sizin özünüz elədiyiniz layihədir? Yox da, bəs bu bizim özümüzün layihədir. Öz millətimiz, öz qanımızdan olan insanlar. Bizim Eduard Məmmədovla videomuz var idi. Əli çəkmişdi o videonu. Onu bütün səhifələr, saytlar paylaşmışdı. Moskvadan paylaşanlar olmuşdu, saytlarda olmuşdu. Sonra Çingizin Elvinlə çəkdiyi video var idi Drive Show-da. O göndərirdilər. Bizə maillər gəlirdi ki, yəni bu həqiqətən Azərbaycan çəkib yoxsa yəni bu brendin öz qlobal reklamıdır. Yəni belə olur. Ona görə də buradan bir daha videoqraflarımıza çox sağ olun. Sevirik sizi. Fatimə, indi hazırsansa sənə bir dənə qəşəng sual gəlir. İnfluencerlərlə və ya blogerlərlə yaşadığın bəzi problemlərmi deyək buna, yoxsa ümumi problemlərmi deyək? Bunu məncə bizə bir dənə izah elə. Reallığı danışaq. Əlbəttə, bu dediyim kimi də, yəni biz bu layihəyə başlayanda demişdik ki, hər şey şəffaf, hər şey rahat, necə var olduğu kimi də izləyicilərimizə çatdıracaq. Qiymətlər, bazardakı qiymətlər. Fatimə bir başqa şey, qiymətlər ürəyin oluymuş, hə? Çox. Bazardakı qiymətlər çox həddindən artıq yüksəkdir. Bu qiymətlə işlədiyin zaman nəticədə olan keyfiyyət qane eləmir bəzən. Bəzən də gələn feedback qane eləmir. Buna görə də problemlərimizin biri budur. Yaralı yer. Problemlərimizin biri budur. Çünki məsələn də biz həmişə müqayisə edirik. Çünki biz biznes yönümlü biraz baxırıq buna. Çünki bu bizim üçün bir biznes yatırımıdır. Məsələn, mən gedib X bir şəxslə əməkdaşlıq eləyirəmsə, onunla video çəkirəmsə, buna müəyyən bir resurs ayırıram və əlbəttə ki, normal olaraq, haqqım olaraq, belə deyəm, oradan bir geri dönüş gözləyirəm, bir feedback gözləyirəm. Yəni, satış gətirsin, demir, dirəşməmiş satış gətirsin, amma ən azından baxışı olsun, hədəf kütlənin etibarlılığı olsun, gələn şərtlər olsun. Çünki nəyə görə bunlar göz önündə alınmalı şeylərdir ümumiyyətlə? Çünki biz bunu Instagram üzərindən də eləyə bilərik. Instagram reklamlarından, sosial media reklamlarından eləyə bilərik. Düzdür, bu biraz başqa mövzudur. Əgər sizə maraqlıdırsa bu mövzuya da aid, sırf belə deyəlim, sosial media reklamları falan üzərindən bir dənə podkastımızın bir buraxılışında danışa bilərik. Bunu buradan da test eləyə bilirik. Amma biz daha yaxşısı odur ki, daha səmimi olmaq üçün biz istəyirik ki, influencerlərlə işləyək. Onlara qarşımıza dediyin kimi çox təəssüf ki, belə problemlər çıxır. Yəni bizə necə şişirdilmiş qiymətlə elədiyimiz əməkdaşlıqdan sonra məndə bir sual yaranırdı. Keçən il bu yadındadırsa, əməkdaşlıq eləyirdi, sonra reklama qoymalı olurduq videonu. Yadında? Sən də yaralı yerin. Mən də yaralı yerin. Çünki Fatimə mənə ad göndərir ki, videonu. Abbas, bunu da reklama qoyaq. Bunun baxışı çox azdır. Mən də Fatimə edirəm ki, bunun baxışı niyə azdır ki? Onu belə qalır. Influencerə o boyda
büdcə ayırmışıq da. Hə, yəni ümumiyyətlə tək influencer deyil də burada məsəl üçün studiya var, səhnə var və ya nə bilim Videoqraf var, studiya var, səhnə var, resurs, vaxt, əziyyət, hər biri var. Demirəm hər kəsə şamil olunmur tək. Əlbəttə ki, hər kəsə şamil olunmur və bizdə hər il dəyişikliklər olur. Fərqinə varmısansa, bu ilkin dəyişiklik nədir? Çox fərqinə varmışam bunun. Yəni markanın var planı, var onun dediklərinin üzərindən gedirik. Amma özümüz də yeniliklər qatmağa çalışırıq hər zaman. Maraqlı bir sənin ideyan olur, mənim olur və yaxud da komandanın ideyası olanda biz bunu eləməyə çalışırıq. Əvvəllər biz işləyirdik 100k, 10k yuxarı. Amma fərqinə varmısansa 3, 4, 5, 10 15k izləyicisi olan influencerlar, blogerlər var ki, şəxslər var ki, həqiqətən çox potensiallıdırlar, özlərinə güvənirlər və real izləyici kütləsi var onun. Daha uğurlu olur, daha geri dönüş yaxşı olur. Markalar da artıq bizdən işləməyə icazə verir. Bunun məncə səbəbi nədir? Əvvəllər limit var idi. Bu ümumiyyətlə Instagramda da belə idi. Əvvəllər professional kontent daha önə çıxırdı. İndi məsəl üçün professional olmayan belə, daha belə deyərdim də bənzəri olmayan olanda bir Instagram orada bir yaradıcılıq hiss edəndə daha önə çıxardır. Və dediyim kimi də bu trenddir məsəl üçün. Bunu bu il bilirlər, amma biz bunu bu il bilmirdik. Bizə bu hazır bir 5-6 ay bundan qabaq marka tərəfindən artıq deyilmişdi də bizə ki, belə bir strategiyalar, dəyişikliklər olacaq Instagram üzərində. Artıq siz də buna uyğun öz planlarınızı eləyin. Biz də ona uyğunlaşıb onun üstündən planlarımızı eləyirik. Və həmçinin necə olur? Çox həvəsli olurlar həmin şəxslər. Çox həvəsli olurlar və həqiqətən baxsan potensial var və böyüyəcək bir zaman. Ona görə yəni dəstək olmaq çox yaxşı bir şeydir deyə düşünürəm. Biz də bacardığımız qədər bu dediyim kimi də həm Casio-nun G-Shock-un DNAsında var bu. Gənclərə dəstək olmaq. Həm də ki bizə xoşdur çünki biz bu tip layihələri eləyirik. Qlobaldan gələn feedback də bizə çox böyük müsbət təsiri var. Bir də nəyi demək istirdim bu bayaqki qiymət məsələsində. Biz də belə deyərdim də və hesabatda biz bütün rəqəmləri də göndəririk markaya. Çox vaxt sən özün də yaxşı bilirsən. Markaya göndərəndə ki, məsələn, falan adamdan bu qiymətə işləyirik, bu adamdan bu qiymətə işləyirik. Markada da biraz belə göz kəlləsinə çıxır ki, Azərbaycanda necə belə də qiymətlər. Yəni çünki onlar məsələn gözləmirlər ki, Azərbaycanda qiymətlər belədir. Hətta bizə deyirlər ki, bəlkə biraz yavaşlayaq. Reslar daha faydalı, daha bölüb daha çox şey eləmək olar. Həm baralar da bilirik hamımız, ümumi dünyada siyasi problemlər, müharibələr var. Həm bunlardan dolayı, həm də influencerların bizə dediyi qiymətlərdən dolayı biraz belə şey olacaq, biraz şeydə. Halası normallaşıb. Biraz belə qurban kimi biraz yavaşlayaq deyir. Sənə bir dənə də sual vermək istəyirəm. İnfluencerlərdən aldığın, belə deyək, Casio barəsində olar. İstəyirsə də Casio barəsində olmasın, bizim hər hansı bir markamız barəsində olsun. Ən maraqlı suallar və ən çox aldığın sual. Ən çox Yaponiyaya nə vaxt gedirik? Biz özümüz getməmişik hələ. İnşallah bir dənə biz gedək. Sonra hər birimiz bir yerdə gedək. Biz də çox istəyirik getmək. Prosta sadəcə indi elə gətirir ki, alınmır da, yəni amma gələcək planlarda 100% var. İnşallah. Getmək, oradan sizin üçün çox qəşəng vloqlar hazırlamaq. Bu 100% planda olan şeydir. Zaten tez-tez iştirak edirik. Məsələn, bir 5 gün sonra sən İsveçrəyə gedəcəksən Watch and Wonders tədbirində Fredrik Constant. İzləmədə qalan çox qəşəng sizi. Həm videolar, həm vloqlar, həm reelslər gözləyir. Bu İnargent sərgisində də olmuşdu bu yaxınlarda, amma bu sərgi biraz daha belə deyərdim də, lüks, belə pul qoxusu. İsveçrə saat brendləri sərgisi. Watch and Wonders. Belə, Watch and Wonders-ın belə tüklərimizdən fikrimi yayındırdı, nə təmsil. Mənim o biri sualıma keçmək istəyirəm. Bayaq bir də bizə dedin ki, canlı yayın alanda, belə deyərdim. Nə deyirsiniz ona siz qəribə bir dənə? Live commerce. Live commerce. Live commerce-lər haqqında bir dənə də bizə məlumat verin. Necə olur o prosesdə? Live commerce ümumiyyətlə Asiyada daha çox məşhurdur. TikTok üstündən belə. TikTok üstündən, Instagram üstündən, yəni qabağınıza çıxa bilər ki, satıcılar elə mağazada əməkdaşlar canlı yayın açırlar, tez-tez paltarı göstərirlər, satıldı, fişo bağlandı, getdi çatdırılmaya. Bizim ölkədə elə aktual deyil, yəni təcrübələrə əsasən bunu deyirəm. Yəni uğurlu alınmır. Formatı dəyişdirmişik. Format necədir bizdə? Abbas xoşuna gəlmir layihələr deyirsən. Belədir. Mənim xoşuma gəlmir çünki çox İştirak eləmirsən. Bir dəfə bir edifisi idi deyəsən Elvindən olan.
İndi biz formatı dəyişdirdik. Daha çox yumoristik elədik ki, maraq oyatsın insanlarda. Necə elədik? Deməli saatı göstəririk, bir 10 dəqiqə məlumat veririk saat haqqında, sonra söhbət eləyirik. Sonra suallar veririk, hədiyyə qazanırlar izləyənlər. O livlərin hansındasa belə aksiyon olub O qədər. Vaxt oynamanda başıma gülməkdən dayana bilmirəm. Oturam, prosta gülürəm. Çox maraqlı aparır. Mark kimlə olacağını, hətta birində Əhmədi filialındayıq. Artıq bitməyinə az qalıb live-ın. Hədiyyəni vermişik. Şu Mark kim orada hədiyyələri yavaş-yavaş göndərir givipləri. Şu köynək qalmışdı bir dənə. Köynəyi göstərdi. Qaqaşım bir yazdı ki 5 dəqiqə oradayım. Həqiqətən üstə 5 dəqiqə gəldi, moto ilə gəldi, köynəyi götürdü. Hətta şəkil də var Mark kimlə onun. Onu da əlavə edərik. Göndərsiniz əlavə edərik. Tamam. Sonra 28 Mayda Layla bloqerindən biz canlı yayın elədik. Layla endirim elan eləmişdi ki, yəni olduğum müddətdə endirim olacaq. İzləyiciləri gəlmişdi, hər birində konfet hədiyyə eləmişdi Layla. Onlara çox şirin bir an idi. Bizim üçün də xoş idi. Əlbəttə ki, maraqlı idi. Yəni siz də hədiyyə qazanmaq istəyirsinizsə, yəni biz bir həftədən, yox, Cüşaka yazın. Biz orada paylaşırıq bir həftə öncədən, 2 gün öncədən. Əlbəttə. Qoşula bilərsiniz. Ümumiyyətlə bizim səhifələri izləsəz, biz belə o belə deyərdim də, hədiyyə verməkdə belə çox da əl açıq. Çalışırıq ki, maksimum dərəcədə hədiyyələr verək. Yəni insanlara, yəni belə deyək, insanlara yararlı olmağa çalışırıq əlimizdən gəldiyi qədər təbii ki. Bir də yavaş-yavaş sona yaxınlaşırıq. Bizə qabağımızdakı heyf demə, çünki yəqin ki tez-tez görüşəcəyik. Qabaqdakı buraxılışlarımızda da yenidən bir araya gələcəyik. Bizə bu yaxın günlərdəki nəsə planlardan bizə bir dənə özət keçə bilərsən, amma elə ki, əlbəttə ki, orada confidential fayllardan nəsə məlumat vermə. Okay. Biz keçən sezon daha çox musiqiyə yönəlmişdik. Bu il daha çox idmana yönəlmək istəyirik. Təbii ki, musiqi kənarda qalmayacaq. Paraleldə onlar da eləyəcək. Amma daha çox fikirləşirik ki, idman aktual olsun. Keçən biz idmana Bəli, yəni dəstək olduğumuz tədbirlər də olacaq, insanlar da olacaq və təbii ki, biz özümüz də komanda daxilində tədbirlər təşkil eləyirik. Komanda daxilində idmanla məşğul olacağıq. Yox, tədbirlər təşkil eləyəcək bundan bağlı maraqlı tədbirlər. Eminən izləsələr Instagramda daimi elan eləyəcək. Tədbirlər açıq olur. Hər birinin insanların tədbirləri görməyi çox istəyirik. Dəvət edirik hər birinizi. Ona görə bizim səhifələri izləmək vacibdir. Əslində belə deyirəm Instagram səhifəsində, çünki yenilikləri ilk Instagram səhifəsində paylaşdıq. Bir də ki, əlbəttə ki, özümüz də hamı storyləri atırıq. Həm də tədbirlərdə bizdə ən çox sevilən bir crash test var, buz qırma. Buz qırma o bizim tədbirlərin olması olmazdı. Əfsanə, yaşayan əfsanəsidir. Bəs yekunda nə demək istəyirsən? Kamera sənindir. Yekunda sözlərini də elə səndən də bağlayaq birinci buraxılışını. Bu böyük bir məsələdir. Çox danışmaq olar bunun haqqında. Amma mən belə deyə bilərəm, yəni G-Shock'un Casio Global şüarı gənclərə dəstək olmaqdır. Biz çox sevinərik ki, gənclərin, potensiallı insanların əgər maraqlı təklifi varsa bizlə bölüşmək, biz daha da həvəslənirik, daha da kömək olmaq istəyirik. Yəni kömək olmaq demək, dəstək olmaq istəyirik onlara. Və yekunda bunu demək istəyirəm ki, elə məhsullar var ki, gəncləri zərərli vərdişlərə aparır. Amma G-Shock idmana, gələcək inkişafa yönləndirir. Ona görə də bizim bir community'miz var. Yəni çox xoş olar bizə ki, gəncləri o community'də görmək. Bu qədər. Çox gözəl danışdın. Çox sağ olun. Çox qəşəng belə deyərdim də izah elədin Casion DNA'sın. Bugünkü buraxılışımızın sonuna gəldik. Gələn buraxılışlarda görüşənədək səhifələrimizi izləməyi unutmursunuz. Və əlbəttə ki, kanalımıza da əlbəttə ki, kanalımıza da abunə olmağı, buradan bildirişi açmağı unutmursunuz. Hələlik gələn buraxılışlarda görüşənədək.